Salam əzizlərim, hər birinizi xoş gördük. Yenə hər həftə olduğu kimi bu həftə də birlikdəyik və ulduzların bizə pıçıldadığı ən real xəbərləri sizlərlə bölüşməyə gəlmişəm. Keçid etmədən öncə balaca bir xatırlatma edim. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, mütləq aşağıdan abunə olun və zınqırovu açın ki, heç bir proqnozu qaçırmayasınız. Videonu bəyənib mənə dəstək olmağı da unutmayın. Sizin hər bir bəyəniniz mənim üçün çox dəyərlidir. İndi isə gəlin 22-28 iyun həftəsinə bizi nələr gözləyir, onlara nəzər salaq. Keçək bürclərimizə. Qoç. Qoçlar, bu həftə enerjiniz elə bir həddədir ki, sanki toxunduğunuz hər şeyi alovlandırmağa hazırsınız. Amma biraz ayağınızı qazdan çəkin. Çünki ulduzlar deyir ki, sürət hər zaman keyfiyyət demək deyil. Evdə bəzi köhnə söhbətlər yenidən açıla bilər. Valideynlər və ya yaxın qohumlarla ünsiyyətdə tonda biraz yumşaqlıq lazımdır. Onlar sizi anlamaqda çətinlik çəkəndə dərhal partlamayın. Sadəcə səbrlə izah edin. Subay qoçlar üçün maraqlı, alovlu bir tanışlıq gözlənilir. Münasibətli olanlar isə tərəfdaşının üzərində dominantlıq qurmaq istəyindən əl çəksələr, həftəni çox romantik keçirə bilərlər. Maddiyyatda isə pul gəlir, amma gəldiyi kimi də getməyə yer axtarır. Bu həftə emosional alış-verişlərdən qaçın. Bunu bəyəndim, mütləq almalıyam dediyiniz şeylər növbəti həftə toz yığa bilər. İş yerində liderlik keyfiyyətləriniz ön plana çıxır. Yeni bir layihə və ya yeni təklif etmək üçün əla zamandır. Rəhbərlik sizi dinləməyə hazırdır. Sağlamlıqda isə baş ağrıları və gərginlik bu həftənin əsas problemi ola bilər. Yuxu rejiminizi mütləq qoruyun və gün ərzində bol su için. Bu həftə tələsik verilən qərarlardan, mən hər şeyi bilirəm egosundan uzaq durun. Yeni iş müqavilələri imzalamaq, idmana başlamaq və köhnə dostlarla görüşmək bu həftə sizin üçün uğurlu olacaq. Həftənin qoç bürclərinə olan məsləhəti. Hər döyüşə girmək məcburiyyətində deyilsiniz. Bəzən sadəcə geri çəkilib hadisələrin axışını izləmək ən böyük qələbədir. Buğa. Buğalar, iyunun bu son günləri sizə sanki rahat bir nəfəs almaq şansı verir. Uzun zamandır davam edən o daxili gərginlik yavaş-yavaş yerini hüzura buraxır. Ailə daxilində çox isti, səmimi abu-hava var. Ola bilsin ki, evinizə əziz qonaqlar gəlsin və ya ailəlikcə xoş bir masa arxasında yığışasınız. Eviniz üçün kiçik estetik dəyişikliklər etmək sizə yaxşı təsir edəcək. Sevgi cəbhəsində stabillik hökm sürür. Əgər ürəyiniz boşdursa, keçmişdən kimsə qapınızı döyə bilər. Amma yaxşı düşünün, köhnə dəftərləri vərəqləməyə dəyərmi? Maliyyə baxımından ən şanslı bürc sizsiniz desəm yanılmaram. Gözlənilməz yerdən gələn pul və ya keçmiş bir borcun qaytarılması sizi xeyli rahatladacaq. Karyerada rutin işlər sizi biraz sıxa bilər, amma səbirli olun. Bu həftə böyük risklər etmək yerinə əlinizdəki işləri mükəmməlləşdirməyə fokuslanın. Boğaz nahiyənizə diqqət edin. Soyuq içkilər və ya kondisioner havası sizi 1-2 günlük yatağa sala bilər. Bu həftə inadkarlıqdan uzaq durursunuz. Bəzən qarşı tərəfin də haqlı ola biləcəyini qəbul etmək lazımdır. Bu həftə ərzində maliyyə yatırımları, uzun müddətli planlar qurmaq və təbiət qoynunda vaxt keçirmək sizin üçün uğurlu olacaq. Həftənin buğa bürclərinə olan məsləhəti. Həyatı bu qədər ciddi qəbul etməyin. Buraxın hadisələr öz axarı ilə geçsin. Siz sadəcə anın dadını çıxardın. Əkizlər. Əkizlər,
Ad günləri mövsümü bitir, amma sizin enerjiniz bitmək bilmir. Bu həftə ünsiyyət, yeni məlumatlar və sosial aktivlik zirvədə olacaq. Telefonunuz bir an belə susmayacaq. Ailədə bacı-qardaşlar və ya yaxın dostlarla münasibətlər ön plana çıxır. Onların sizə, sizin də onların məsləhətinə ehtiyacınız ola bilər. Evdə dinamik, amma xoş bir qarışıqlıq olacaq. Sözlərinizlə sehrləmə qabiliyyətiniz bu həftə pik nöqtədədir. İstədiyiniz insanı bir neçə cümlə ilə özünüzə heyran edə bilərsiniz. Münasibəti olanlar üçün maraqlı səyahət planları gündəmə gələ bilər. Maddiyyatda gəlirləriniz artır, amma eyni zamanda xərcləmə həvəsiniz də coşub daşır. Xüsusilə texnoloji alətlərə və ya gəzintilərə pul xərcləməkdən çəkinməyəcəksiniz. Balansı qoruyun. Karyerada beyninizdə eyni anda onlarla ideya fırlanır. Onları kağıza köçürün, yoxsa unudacaqsınız. Təqdimatlar, danışıqlar və qısa işgüzar səfərlər üçün möhtəşəm həftədir. Sinir sisteminiz gərilə bilər. Çox danışmaq, çox düşünmək beyin yorğunluğuna səbəb olur. Axşamlar sosial şəbəkələrdən uzaq durub rəqəmsal detoks edin. Bu həftə eyni anda bir neçə işə yapışıb heç birini bitirməməkdən və boş bekar şayiələrdən uzaq durun. Bu həftə sizə yazı yazmaq, bloq aparmaq, yeni dil dərslərinə başlamaq çox uğurlu ola bilər. Həftənin əkizlər bürcünə olan məsləhəti: fokuslanın. Parçalanmaq sizə heç nə qazandırmayacaq. Ən vacib bir işi seçin və onu tamamlayın. Xərçəng. Əziz xərçənglər, gözünüz aydın. Sizin mövsümünüz rəsmən başladı. Günəş sizin bürcünüzə keçdi və bu o deməkdir ki, indi parıldamaq növbəsi sizdədir. Özünüzü daha güclü, daha əmin hiss edəcəksiniz. Ailə sizin üçün hər şeydir və bu həftə evdə əsl mənəvi lider siz olacaqsınız. Hamı məsləhət üçün sizə qaçacaq. Keçmiş inciklikləri unutmaq və barışmaq üçün ideal zamandır. Sevgidə diqqət mərkəzindəsiniz. Ətrafınızdakı insanlar sizin maqnit enerjinizi hiss edirlər. Uzun müddətdir platonik sevdiyiniz biri varsa, bu həftə ondan ilk addımı görə bilərsiniz. Özünüzə investisiya etmək istəyəcəksiniz. Xarici görünüşünüz və qardirobunuz, şəxsi inkişafınız üçün xərclənən pullar sizə uğurla geri dönəcək. İş yerində gözlər sizin üzərinizdədir. Səhnə arxasında qalmaq vaxtı bitdi. Layihələrinizi cəsarətlə təqdim edin. Ulduzlar sizi dəstəkləyir. Enerjiniz bərpa olunur. Özünüzü fiziki olaraq çox gümrah hiss edəcəksiniz. Sadəcə mədə-bağırsaq sisteminə biraz həssas yanaşın. Ağır yeməklərdən qaçın. Bu həftə hədsiz alqı-satqıdan və xırda sözdən incimək, küsmək vərdişindən uzaq durun. Bu həftə sizin üçün image dəyişikliyi, yeni hədəflər müəyyən etmək və ad günü planları qurmaq çox uğurlu olacaq. Həftənin məsləhəti: bu həftə dünya sizin ətrafınıza fırlanır. Özünüzü ikinci plana atmayın. Əvvəlcə mən deməyi öyrənin. Əziz izləyicilər, bura qədər dinləmisinizsə, deməli, axıcı və səmimi söhbətimiz xoşunuza gəlir. Gəlin ilk 4 bürcü tamamlamışkən sizə maraqlı bir sual verim. Şərhlərdə mütləq cavabınızı gözləyirəm. Həyatınızda elə bir an olubmu ki, sanki daxili səsiniz sizə nəsə deyib, siz ona qulaq asmayıb peşman olmusunuz, ya da əksinə qulaq asıb böyük bir bəladan qurtulmusunuz. Hekayələrinizi çox maraqla oxuyacağam və bəli, əgər hələ də abunə olmaq yadınızdan çıxıbsa,
Elə indi abunə olun düyməsinə klikləyin ki, ailəmiz daha da böyüsün. İndi isə davam edək. Şir. Şirlər, bu həftə sizin üçün biraz pərdə arxası dövrdür. Günəş sizin 12-ci evinizdədir. Bu isə o deməkdir ki, səhnəyə çıxmazdan əvvəl biraz enerji toplamaq, dincəlmək və daxili dünyanıza çəkilmək lazımdır. Ailədə gizli qalan bəzi şeylər üzə çıxa bilər. Ola bilsin, ailədə kiminsə sizdən gizlətdiyi bir sirri öyrənəsiz. Panikaya düşməyin. Bu sadəcə vəziyyəti aydınlaşdırmaq üçün bir fürsətdir. Sevgidə biraz tənhalığa ehtiyacınız ola bilər. Münasibətdə olanlar tərəfdaşına mənə biraz zaman ver mesajı ötürə bilərlər. Subay şirləri isə keçmiş sevgililərini yuxuda görə bilərlər. Bu sadəcə karmik təmizlənmədir. Maddiyyatda gözlənilməz xərclər çıxa bilər, xüsusilə sağlamlıq və ya xeyriyyəçiliyi ilə bağlı. Amma narahat olmayın, büdcənizi sarsıdacaq qədər böyük bir şey deyil. Karyeranızda böyük layihələrə başlamaq üçün biraz gözləyin. İndi yarımçıq qalmış işləri bitirmək, arxivləri təmizləmək və gələcək strategiyaları səssizcə planlaşdırmaq vaxtıdır. Sağlamlıqda psixoloji sağlamlıq ön plandadır. Meditasiya, yoga və ya sadəcə sakit musiqi sədaları altında gəzinti sizə dərman kimi təsir edəcək. Yuxusuzluğa diqqət. Bu həftə nədən uzaq durasınız? İnsanlarla açıq qarşıdurmalardan və böyük iddialı bəyanatlar verməkdən. Bu həftə ruhsal rituallar, detoks proqramları və yaradıcı işlərlə təklikdə məşğul olmaq sizin üçün uğurlu ola bilər. Həftənin şir bürclərinə olan məsləhəti: səssizlik zəiflik deyil, bəzən ən böyük güc səssizcə növbəti addımı planlaşdırmaqda gizlidir. Qız. Qızlar, bu həftə sizin üçün əsl sosiallaşma və arzuların reallaşma həftəsidir. Daxil olduğunuz qruplar və cəmiyyət içindəki mövqeyiniz parıldayacaq. Ailənizlə birlikdə gələcək planlar qurmaq, bəlkə də böyük bir ailəvi tədbirin təşkilatçılığını boynunuza götürmək üçün əla vaxtdır. Sizin təşkilatçılıq qabiliyyətinizə hamı heyran qalacaq. Dostluqdan sevgiyə addım ata bilərsiniz. Çoxdan tanıdığınız birinin sizə qarşı fərqli hisslər bəslədiyini hiss etmək sizi təəccübləndirə bilər. Münasibəti olanlar isə tərəfdaşı ilə birlikdə ortaq dost məclislərində çox xoş vaxt keçirəcəklər. Kollektiv işlərdən, ortaq layihələrdən gələn gəlirlər arta bilər. Sosial şəbəkələr üzərindən işləyirsinizsə, bu həftə çox qazancınız gözləniləndən artıq olacaq. Komanda işində lidersiniz. Fərdi hərəkət etmək yerinə komandanı arxanızca aparın. İdeyalarınız böyük kütlələr tərəfindən bəyəniləcək. Sağlamlıqda isə ayaq nahiyəsində yorğunluq, oynaq ağrıları ola bilər. Gün ərzində çox ayaq üstə qalırsınızsa, axşamlar ayaqlarınızı dincəltməyi unutmayın. Bu həftə hər şeyi mükəmməl etməyə çalışıb özünüzü yıxmaqdan qorunun. İnsanları tənqid edərkən həddi aşmayın. Sosial layihələr, xeyriyyə işləri, dostlarla görüşlər və gələcək hədəflərin xəritəsini çəkmək bu həftə sizin üçün uğurlu olacaq. Həftənin qız bürclərinə olan məsləhəti: həyatı idarə etməyə çalışmaqdan əl çəkin. Bəzən plansız baş verən şeylər ən gözəl xatirələrə çevrilir. Tərəzi. Tərəzilər, bu həftə karyeranızda və cəmiyyətdəki statusunuzda böyük bir sıçrayış gözlənilir. İşıqlar sizin üzərinizə yönəlib. Hamı sizin nə qədər peşəkar və bacarıqlı olduğunuzu danışacaq. Ailədə işinizin çoxluğu səbəbindən ailənizə kifayət qədər vaxt ayıra bilməyəcəksiniz və bu xırda gileylərə səbəb ola bilər.
onlara bunun müvəqqəti bir dövr olduğunu şirin dillə izah edin. Statusunuz dəyişə bilər. Evlilik təklifi almaq, münasibəti rəsmiləşdirmək və ya ciddi bir qərar vermək üçün ulduzlar yaşıl işıq yandırır. Subaylar üçün iş mühitində nüfuzlu bir şəxslə tanışlıq ehtimalı var. Karyeranızdakı artım birbaşa cibinizə də təsir edəcək. Maaş artımı, bonus və ya yeni gəlirli bir layihə təklifi qapıdadır. Həftənin ən uğurlu sahəsi karyera sahəsindədir. Rəhbərlik tərəfindən təqdir olunacaqsınız. Əgər iş dəyişmək və ya vəzifə artımı istəyirsinizsə, bu həftə mütləq addım atın. Stres qaynaqlı kürək və çiyin ağrıları ola bilər. Masaj və ya yüngül bədən dartınma hərəkətləri sizə kömək edəcək. Bu həftə iş və şəxsi həyat arasındakı balansı itirməkdən qorunun. İşə qapınıb sevdiklərinizi unutmayın. Müdiriyyətlə ciddi danışıqlar aparmaq, müsahibələrə getmək və şəxsi brendinizi önə çıxarmaq bu həftə sizin üçün uğurlu olacaq. Həftənin tərəzi bürclərinə olan məsləhəti. Siz ədalət tərəzisisiniz. Amma bu həftə tərəzinin gözünü öz xeyrinizə biraz ağırlaşdırmaqdan qorxmayın. Haqqınız olanı tələb edin. Əqrəb. Əqrəblər, bu həftə üfüqləriniz genişlənir. Yeni dünyalar, fərqli fəlsəfələr, bəlkə də uzaq ölkələr sizi çağırır. Rutindən çıxmaq və həyata daha geniş pəncərədən baxmaq istəyəcəksiniz. Fərqli şəhərdə və ya ölkədə yaşayan qohumlarla bağlı xəbərlər ala bilərsiniz. Ailə daxili dünya görüşü toqquşmaları ola bilər. Amma siz müdrik tərəf olub vəziyyəti idarə edəcəksiniz. Fərqli mədəniyyətlərdən və ya tamamilə fərqli düşüncə tərzinə malik olan biri ilə sevgi macərası başlaya bilər. Münasibəti olanlar üçün isə birlikdə uzaq bir səfərə çıxmaq bağları daha da gücləndirəcək. Təhsil, səyahət və ya hüquqi məsələlərlə bağlı xərcləriniz ola bilər. Amma bu xərclər gələcəkdə sizə qazanc gətirəcək yatırımlardır. Heyfsilənməyin. Əgər beynəlxalq şirkətlərlə işləyirsinizsə və ya təhsil sahəsindəsinizsə, böyük uğurlar sizi gözləyir. Hüquqi sənədləşmə işləriniz varsa, bu həftə çox rahat həll olunacaq. Qaraciyər və bud nahiyələrinə diqqət edin. Qidalanmada yağlı yeməklərdən uzaq durmaq və aktiv hərəkətdə olmaq vacibdir. Bu həftə fanatizmdən və öz fikirlərini başqalarına zorla qəbul etməkdən uzaq durun. Səyahət biletləri almaq, yeni kurslara qeydiyyatdan keçmək, viza işləri və məhkəmə məsələlərinin həlli bu həftə Əqrəb bürcləri üçün uğurlu olacaq. Həftənin Əqrəb bürclərinə məsləhəti. Dünya sizin düşündüyünüzdən daha böyükdür. Kiçik detallara ilişib qalmayın. Böyük şəklə baxın. Oxatan. Oxatanlar, bu həftə sizin üçün biraz böhran idarə etməsi və transformasiya dövrüdür. Daxili qorxularınızla üzləşə bilərsiniz, amma qorxmayın. Bu proses sizi daha da gücləndirəcək. Ortaq mülkiyyət, miras və ya ailənin ümumi büdcəsi ilə bağlı məsələlər müzakirə oluna bilər. Haqlı olduğunuzu sübut etmək üçün emosional yox, məntiqli arqumentlərlə çıxış edin. Münasibətlərdə ehtiras və qısqanclıq pik həddə çatır. Tərəfdaşınızı tamamilə idarə etmək istəyiniz qarşı tərəfi sıxa bilər. Subaylar üçün isə dərindən təsir edəcək karmik bir cazibə gözlənilir. Bank işləri, kreditlər, vergilər və ya sığorta məsələləri gündəmə gələcək. Əgər borcunuz varsa, onu bağlamaq üçün yaxşı fürsət yaranacaq. Başqalarından gələn maddi dəstək arta bilər. Gizli rəqibləriniz fəallaşa bilər, amma sizin intuisiyanız elə güclüdür ki, onların hər gedişini öncədən təxmin edəcəksiniz. Pərdə arxası oyunlara qoşulmayın, öz işinizlə cavab verin. Sağlamlıqda cərrahiyyə əməliyyatları və ya diş müalicəsi üçün uyğun həftədir.
Enerjinizi yeniləmək üçün massaja getmək yaxşı fikir ola bilər. Bu həftə böyük riskli borclara girməkdən, gizli qanunsuz işlərdən uzaq durun. Borcları ödəmək, psixoloqla görüşmək, zərərli vərdişlərdən birdəfəlik imtina etmək bu həftə sizin üçün uğurlu olacaq. Həftənin oxatanlara məsləhəti: Simurq quşu kimi küllərinizdən yenidən doğulmaq üçün bəzi köhnə şeylərin yanmasına icazə verməlisiniz. Hər şeyi sərbəst buraxın. Oğlaq. Oğlaqlar, bu həftə sizin üçün mən yox, biz demək vaxtıdır. Bütün diqqətiniz ikili münasibətlərə, evliliyə və ya iş şəriklərinə yönələcək. Güzəştə getməyi öyrənməli olacaqsınız. Həyat yoldaşınız və ya ən yaxın sirdaşınızla bəzi fikir ayrılıqları yaşana bilər. Sərt qaydalarınızı biraz yumşaldın. Unutmayın ki, ailə hərbi hissə deyil. Burada sevgi qaydaları keçərlidir. Münasibəti olanlar üçün münasibətləri yeni mərhələyə daşımaq, bəlkə də nişan, toy qərarı vermək üçün əla vaxtdır. Subay oğlaqları üçün isə gələcək vəd edən ciddi və perspektivli bir tanışlıq ola bilər. Ortaq qazanclar artır. Əgər bir şəriklə iş qurmaq istəyirsinizsə, müqavilə şərtlərini yaxşı müzakirə edin. Bu həftə imzalanan sənədlər uzun ömürlü olacaq. Müştərilərlə iş, müqavilələr və diplomatik əlaqələr ön plandadır. Tək başına iş görməkdənsə, bir tərəfdaşla hərəkət etmək sizə daha çox qazandıracaq. Rəqibləriniz sizə qarşı açıq oynayacaq. Bu da işinizi asanlaşdıracaq. Bel və böyrək nahiyənizə diqqət edin. Gün ərzində su balansını qorumaq çox vacibdir. Bu həftə soyuqluqdan və qarşı tərəfi tamamilə göz ardı etməkdən uzaq durun. Duyğularınızı göstərməkdən qorxmayın. Müqavilələr imzalamaq, evlilik təklifi etmək, barışıq addımları etmək bu həftə oğlaqlar üçün uğurlu olacaq. Həftənin oğlaq bürclərinə olan məsləhəti: tək başına hər şeyi bacara bilərsiniz. Bəli, amma birlikdə daha uzağa gedə bilərsiniz. Yardımı qəbul edin. Dolça. Dolçalar, bu həftə sizin üçün əsl əməkpərvərlik, rutin işlər və nizam-intizam həftəsidir. İş masanızdan tutmuş, həyatınızın hər sahəsində bir təmizlik, nizam yaratmaq istəyəcəksiniz. Ev heyvanlarınız varsa, bu həftə onların baxımı ilə məşğul ola bilərsiniz. Evdə gündəlik görülməli olan xırda, amma yorucu işlər sizin çiyinlərinizə düşə bilər. Ailə üzvlərindən kömək istəməkdən çəkinməyin. Sevgidə romantikadan daha çox praktiki dəstək ön plandadır. Sevgilinizin sizin üçün etdiyi kiçik bir kömək sizə böyük sevgidən xəbər verəcək. Maddiyatda pulunuzu idarə etməkdə çox rasional olacaqsınız. Lazımsız xərcləri kəsib qənaət rejiminə keçmək üçün əla həftədir. Büdcənizi nizamlayın. İş yerində çox sıx qrafikiniz olacaq. Yarımçıq qalan, yığılıb qalan bütün sənədləri, layihələri təmizləyəcəksiniz. İş yoldaşları ilə münasibətlərdə xırda söz-söhbətlərə qoşulmayın. Sağlamlıq mövzusu bu həftə çox vacibdir. Rutin həkim müayinələrindən keçmək, analizlər vermək və ya yeni bir pəhriz proqramına başlamaq üçün ulduzlar sizi dəstəkləyir. İmmuniteti gücləndirin. Bu həftə işdə hər şeyi öz üzərinə götürüb tükənməkdən və xırda detallara hədsiz aludə olmaqdan çəkinin. Ev, ofis təmizliyi, idman rejimini qurmaq, sağlam qidalanmaya keçid, tibbi müayinələr bu həftə dolçalar üçün uğurlu olacaq. Həftənin dolçalara məsləhəti: kiçik addımlar böyük nəticələr doğurur. Həyatınızı bir gündə dəyişə bilməzsiniz, amma gündəlik vərdişlərinizi dəyişməkdə hər şeyə nail ola bilərsiniz. Balıqlar. Balıqlar, bu həftə sizin üçün əsl bayram, yaradıcılıq və sevgi həftəsidir. Həyatın boz rənglərindən sıyrılıb, rəngarəng bir mərhələyə qədəm qoyursunuz. Enerjiniz hər kəsə xoş təsir edəcək. Uşaqları olan balıqlar üçün
Övladları ilə bağlı çox sevindirici xəbərlər gələ bilər. Ailədə gənc nəsillə münasibətlər çox harmonik olacaq. Evdə bol gülüş və əyləncə var. Həftənin sevgi ulduzu sizsiz. Subay balıqları üçün elə bir eşq qapıdadır ki, sanki kinolardakı kimi. Münasibəti olanlar isə münasibətlərindəki o ilk günlərin həyəcanını, romantikasını yenidən alovlandıracaqlar. Şans oyunları, hobbilərdən gələn gəlirlər və ya yaradıcı işlərdən qazanc əldə etmə ehtimalınız çox yüksəkdir. Şansınız açıqdır. Yaradıcı layihələrdə parıldayacaqsınız. İncəsənət, dizayn, kontent yaradıcılığı və ya səhnə ilə məşğul olan balıqlar böyük uğurlara imza ata bilərlər. İdeyalarınız orijinal və diqqət çəkəndir. Fiziki olaraq enerjiniz çox yüksəkdir. Amma əyləncə məclislərində həddi aşmamaq, çox yemək və ya şirniyyat qəbuluna diqqət etmək lazımdır. Bu həftə tamamilə reallıqdan qopub xəyal dünyasında yaşamaqdan və ya riskli maliyyə oyunlarından uzaq durun. Yeni bir hobbi tapmaq, yaradıcılıqla məşğul olmaq, romantik gülüşlər və uşaqlarla vaxt keçirmək uğurlu olacaq. Həftənin balıq bürclərinə məsləhəti: İçinizdəki yaradıcı uşağın əlindən tutun və buraxın o sizi idarə etsin. Bu həftə məntiqlə deyil, ürəyinizlə hərəkət etmək vaxtıdır. Əziz izləyicilərim, 22-28 iyun həftəsi ulduzların bizə mesajları bu qədər idi. Ümid edirəm ki, bu səmimi və real proqnozlar qarşıdakı həftəni daha rahat və uğurlu keçirməyinizə kömək edəcək. Həftəniz uğurlu, ruzi bərəkətli və sevgi dolu keçsin. Videonu bəyənməyi, hələ də abunə deyilsinizsə kanalıma abunə olmağı və yuxarıda verdiyim sualın cavabını şərhlərdə yazmağı unutmayın. Gələn həftə eyni gündə, eyni saatda yenidən görüşmək üzrə. Özünüzə çox yaxşı baxın. Ulduzunuz daim parlasın.